Məlumat verdiyimiz kimi, Prezident İlham Əliyev bir sıra rayonların icra başçılarının işdən azad olunması və yerinə yeni şəxslərin təyinatı ilə bağlı sərəncamlar imzalayıb. Yeni Sabah bütün təyinatların icmalı olaraq bildirir ki, Kürdəmir, Göyçay, Göygöl, Naftalan və Gədəbəy rayonlarının icra başçıları vəzifələrindən azad edilib. Dövlət başçısının sərəncamlarına görə Kürdəmir, Göyçay, Göygöl, Qax, Balakən və Nəsimi rayon icra hakimiyyətlərinə yeni başçılar təyin edilib. Müvafiq sərəncamlara əsasən Kürdəmir rayon icra hakimiyyətinin başçısı vəzifəsində Elşən Həsənli İlxan İbrahimovu, Göyçay rayon icra hakimiyyəti başçısı vəzifəsində Orhan Mürsəlov Natiq Ağayevi, Göygöl rayon icra hakimiyyəti başçısı vəzifəsində Vüqar Novruzov Elvin Paşayevi əvəz edib. Vəzifəsindən azad olunan icra başçılarından Elxan İbrahimov Nəsimi rayon icra hakimiyyətinə, Elvin Paşayev Qax rayon icra hakimiyyətinə, Natiq Ağayev isə Balakən rayon icra hakimiyyətinə başçı təyin olunub. İcra başçıları vəzifədən azad edilən Gədəbəy, Orxan Mürsəlov, Varan, Naftalan, Vüqar Novruzov rayonlarına isə yeni icra başçısı təyin olunmayıb. Eyni zamanda sərəncamla Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad olunub. Onun yerinə Ceyhun Ramizoğlu Cəlilov təyin olunub. Beləliklə, bütün sərəncamların yekunu olaraq Fuad Nəcəfli işsiz qalıb.